Xüsusi sponsor Qızıl Qusar və Qusar Naturals təbii meyvə şirələri. Təşkilatı dəstək Sabirabad Muğan Klinikası. Artıq mənim avtomobilim gəlib çatdı, minib gedirəm gəzməyə. Yolcu yoluna gələk. Bəli dostlar, istədim ki biraz da gəzim, küçəni canlı seyr edeyim. Mərkəzdəyik. Doğrudan da bu Göygölün evləri, küçələri çox maraqlı görkəmi var. Sakinlər tərəfindən Sakit Bağı adlanan bir parkdayam və baxıram ki, sakinlər də bura gəlirlər, istirahət edirlər və mən də elə gəldim ki, bu parkı seyr edəm. Gəzintim hələ ki, indi başlayır. Nələr indi baş verəcək, halalara gedəcəm. Bilmədir, burada çox maraqlı, mənzərəli görüləsi yerlər çoxdur. Amma hamısı bir-bir, təbii ki, bu vaxt ərzində sabah kimi gəzəcəm və sizə təqdim edəcəm. Hal-hazırda daxil olduğum Göygöl rayon Tarix Diyarşünaslıq Muzeyidir və mənimlə birgə çox adi bir təsadüfidir ki, turistlərimiz də artıq görünür ki, burada axımı var. Maraqlı bir muzeydir. Elə istədim ki, ilk olaraq bu muzeylə yaxından tanış olaq. Viktor Klein kimdir? O dövrlərdə Almanlar köçk edəndə Viktor məhz Göygölü seçdi, burada yaşamağa qərar verdi və ömrünün sonuna dək məhz elə bu Göygöldə yaşayır. Deyirəm elə gəlmişsəm, elə fürsətdir özümü bir çəkim selfie edeyim. Çünki mən hal-hazırda Göygöl Milli Parkındayım. Gəldim elə canlı seyr edim. Bəli dostlar, gəldim çatdım. Möhtəşəm dünya səviyyəsində tanınan Göygöl. Bu mənzərənin nə qədər seyr etsəm də doyma olmur.
Çünki düzdür, burada əyləncə, musiqi, şou olmasa da insanların axımı çoxdur. Çünki bura gəlirlər, canlı bu göl-gölü seyr edirlər. Buranın təbiəti, gözəlliyi, mənzərəsi bambaşqadır. İnsana bir başqa bir ruhu gira verir. Mənim əhvalım daha da yaxşı olur. Çünki artıq nahardan sonra yeri gələr elə, yerinə düşdü ki, bura gəldim. Çünki həmişə göl-göl deyirik, amma canlı görmürdük. Elə bugün elə həm çəkiliş, həm də ki, canlı seyr etmək. Məncə elə bizi izləyənlər də mənimlə bir yerdə göl-gölü seyr etdi. Usul ile gel eyleyey bu işi, unutmayak hiç neyi, yana salak geçmişi. Dede baba usul ile gel eyleyey bu işi, unutmayak hiç neyi, yana salak geçmişi. Bir bacım, bir anam, bir bibim, bir halam, gelsinler koy size, versinler salam. Şirin çay düzülsün herkesin damağına, bir yüzük takılsın senin parmağına. Elçili elçili belece geçsin, duyulsun yürekler, herkes sevinsin. Elçili elçili belece geçsin, duyulsun yürekler, herkes sevinsin. Usul ile alındırdık bu işi, unutmadık hiç neyi, ya da sandık geçmişi. Dede baba usul ile alındırdık bu işi, unutmadık hiç neyi, ya da sandık geçmişi. Ponçalar düzüldü masaların üzerine, hoş haber yayıldı sevenlerin yüreğine. Alındı razılık ay içinde şirin çay, bir yüzük de oldu parmağına pay. Ay elçili elçili belerce geçti, duyundu yürekler, herkes sevindi. 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 Elçili belece geçti, duyundu yürekler. Benden sevindim. Elçili belece geçti, alındı razı, herkes sevindi. Bəli dostlar, bura isə Göygöl şəhərinin ən böyük parklarından biri olan Heydərli parkındayıq. Və burada ərazisi böyük olduğuna görə bir çox idarələr burada fəaliyyət göstərir. Heydərli mərkəzi və Göygöl Gənclər Evi. Bu parka da biz gəldik ki, gəlin elə bir yerdə nəzər salaq. Və bu parkda çox gözəl, deyərdim ki, ərazisi böyük olduğuna görə gəzməli, görməli bir parklardan biridir ki, həm ailə şəkildə gəlib burada istirahət edirsiniz, eyni zamanda Göygölə gələn ilk turistlər tərəfindən də maraqlı
parklardan biridir. Nəzərinizə çatdırım ki, Göygöl rayonu 1819-cu ilə aprelin 22-sində Almanlar tərəfindən Helendorf adı ilə bura salınıb. Balaca dostum bizi gördü və dayandı. Adın nədir sənin? Yusif. Yusuf, neçə yaşın var? 8. 8, necə oxuyursan? 2-də. 3-ə götürəm. 3-ə gedirsən. Hansı fəni yaxşı oxuyursan? Təsvir incəsənd. Sən böyüyəndə nə olmaq istəyirsən? Mən polis. Polis, ay maşallah, dövlətini, xalqını qoruyan bax, gənc yiğidimiz. İnşallah istəyənə çatarsan. Burada bütün valideynə, qohumlara bir salamlar göndər, sinif yoldaşlarına. Salam. Hər kəsə denəm. Hamınızı salamlayıram. Ay maşallah. Hardan salamlayırıq? Göygöldən. Göygöldən. Əli o gözəl dağı göstərir, Kəpəz dağını, amma qonaqlarım yenə də maşallah deyəmirlər da. Nə danışdınız? Kim kimə mahnı yazı verir? Sən qeybətini Səndən qeybət olmaz. Eksklüziv özünə deməmişəm heç nə. İşə baxın, necə əmirim yazıları qəşəng oldu yəni. Qəşəngdir. Qəşəngdir, eşitdiklərim də var. Bilmirdim Əmir bəyin də, amma dinlədiklərim var. Gözəl mahnılar. Hədiyyə edib verərsən yəni bu gözəl xanıma. Hansı mövzuda olar? Yəni xanımın səs sistemi bildiniz yəni. Əmir qardaşımız elə bir qardaşdır ki, həqiqətən bütün sənətçi dostlarımıza kim ondan bir sözlər istəyərsə, musiqi üçün %100% mən biləm o səmimi şəkildə hədiyyə verişdən istifadə edirdin yəni ona görə sağ olsun. Bahar xanım Hər kəsə dəstək olur, ürəyi açıqdır. Yəni onu başa düşdüm ki, həqiqətən geniş, gözəl ürəyə sahibdir. Çox sağ olun. Sənan, bax, gözəl avazın, gözəl mahnılar olmalı, sənə məxsus. Müraciət eləyəcəm inşallah. Mən bayağı mahnılar sevmirəm ümumiyyətlə. Biraz da aşıq mahnılarına meyilli mahnılardır. Amma o sözündə həqiqətən sevgini, vətəni təcəssüm edən mənalı, məntiqli sözlər var. Müraciət edib oxuyacağam yaxınlarda. Məhələm, gəl bura. Maqa, gəl bura. Mən bir dənə bir şey istəyirəm. Bir aynen gəldi, aynen. Xahiş edirəm, ikiniz də gəlin bura. Yəni sənin də bir qısa bilirəm ki, mənim xətrimə kuplet oxuyacaq, qısa bir. Muğamla sən o təsirim olduğun üçün mən səndən istəyirəm və qonaqlarımıza alqışlayıram çünki söz verdi. Əmir ki, yəni mütləq həm xanıma, həm sənana, kimlə var, hətta məhəlləmə də, təbii ki, məhəlləmə də, yəni Əmirin mahnıları... Mütləq. Sağ olayım, bir də təşəkkür edirəm. Mən belə gözəl insanlarla əksəriyyətini tanıyıram. Amma Əmirin... Yeni dostlar, yeni tanışlıq oldu. Bəli, Əmirin gözəl yazarları var, bəli. Bunu da yazır amma. Mütləq müraciət edəcəm. İnşallah. Deyiləm, bir qısa bir performans, qısa bir rubrikada, gözəl bir mənzərədə, arkada Kəpəz dağı, fona baxın dostlar. Nüşabə xanım, yəqin ki sözüm yerə düşməz, məhəlləmdə, Sənan. Kimlə başlayırıq? Aha. Ay Kəpəz dinləyir, baxır, hərdən şimşək nur şaxır, nurlu bulaqlar axır, nurlu bulaqlar axır, naz eyləyir gül-gülə, göy-gölə gəl, göy-gölə gəl, gülə-gülə gəl, göy-gölə, göy-gölə gəl, göy-gölə gəl, gülə-gülə gəl, göy-gölə. İndi biraz bu tanalıq məsələsidir. Mən bir balaca zildən götürəcəm. Bu məktubu alan tək bir tərəfə biz baş çək. Bu məktubu alan tək biz tərəfə bir baş çək. Çiçək çağırır çiçək, çiçək çağırır çiçək. Naz eyləyir gül-gülə, göy-gölə gəl, göy-gölə gəl, göy-gölə gəl, göy-gölə, göy-gölə gəl, göy-gölə gəl, göy-gölə gəl, göy-gölə.
Dağlar qar istəyən kimi ay gözəl, bağlar bar istəyən kimi ay gözəl, xəstən ar istəyən kimi ay gözəl, yaman könlümə düşmüsən, düşmüsən, şirin canından keçərəm ay gözəl, eşqimizə and içərəm ay gözəl, Allahıma and içərəm ay gözəl, yaman könlümə düşmüsən, düşmüsən. Düşmüsən, yaman düşmüsən. Ey könlümə. Deyəcəm odur ki, əziz tamaşaçılarımız, tək fonoqrama deyil, o fonoqrama oxuyanlar da bunlardır. Baxın, fonoqrama oxuduğu kimi də canlı oxumağı bacarlar. Səsinə qüvvət, bəli, elə göy yulmacamız davam edir, siz isə kanalı dəyişməyin. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən qızıl qusar və qusar Naturals meyvə şirələri. Respublikada ilk özəl tibbi diaqnostika mərkəzi Muğan Klinika. Muğan Klinika rayonlar arası tibbi xidmətlərin beynəlxalq standartlara yetişdirilmək üçün xidmətə başlanmışdır. İllərdir sizin güvən və inamınızı qazanaraq güclənir və yenilənir. Tələblərinizi qarşılayaraq inkişaf edir və bu inkişafın kökündə tibbi komandanın zəhməti durur. Artıq ixtiyarınızda daha geniş, müasir və modern klinika var. Muğan Klinika brendi Muğan zonasında səhiyyə xidmətlərinə görə ən böyük bazaya malik tibbi mərkəzdir. İndi sizlərə icbari tibbi sığorta ilə müasir avadanlıq və beynəlxalq təcrübə keçmiş yerli və qonşu ölkələrdən dəvət olunmuş həkimlərlə xidmət göstərməkdən qürur duyuruq. Merhaba, hoş geldiniz. Geçmiş olsun. Nedir şikayetiniz? Muğan Klinika hər zaman xidmətinizdəyik. Bəli dostlar, efirdəyik və hal-hazırda MTV Azərbaycanın efirində və biz nə var nə yox deyib Göygöl şəhərinə üst tutduq və hal-hazırda çəkiş məkanımız Göygöl şəhəri Toğanalı deyilən bir gözəl bir məkanda və Green Park adlı bir məkandayıq. Green Park təbii ki, qısa bir müddətdə tək Göygöl sakinləri də deyil. Bütün Gəncəbasar, eyni zamanda Göygöl şəhərinə gələn bizim qonaqlar tərəfindən tanınıb, sevilən bir məkandır, elit bir məkandır və bu məkana daxil olanda hər kəs bu məkanda daha rahat olur. Çünki qarşılanma mükəmməldir, gözəldir, qulluq tam yüksək səviyyədə və burada Azərbaycanın ən ləzzət təamlarının dadından da bilərsiniz. Qiymətlər sizi qorxutmasın, çox gözəl də bir xidmətin üstündə sərfəli bir qiymət var və bu məkan elə bir gözəl bir məkandır ki, burada kəpəz dağını artıq görmək olur, açıq bir havada, amma təbii ki, yay mövsümündə gözəl bir yeni bir müasir görkəmi ilə artıq start verəcəklər ki, insanların qulluğunda dursunlar. Green Park məkanın rəhbərliyi, onun gözəl komandası hər zaman bura gələn qonaqların xidmətində dururlar yüksək səviyyədə. Biz də elə öz adımdan, komandamız adından, qonaqlar adından Green Park ailəvi bir məkanın rəhbərliyinə, onun gözəl peşəkar komandasına minnətdarıq ki, nə yaxşı bugün, bu həftə elə qapılarını üzümüzə açdılar və çəkiş sürümüzə dəstək oldular. Bir alqışlar gəlsin Green Park'a. Hər şey yaxşıdır, düzdür, biraz hava, bir balaca su yoxdur, çünki dağa yaxınıq, Kəpəz dağı və Toğanalıda bir kənd kimi artıq bir yerdə. Ona görə
dağ küləyi biraz da soyuqlu olmalı, amma qəlbimiz hiss olsun. Əsas o ki, efir vasitəsilə izləyicilərə maraqlı bir proqram təqdim edək. İlk olaraq hər birinizə minnətdarıq. Bütün dəyərli qonaqlarım, nə yaxşı varsınız, sizə el-obada, sizə sənətdə. Çünki bugün hər bir nəğməli qonağım özünə məxsus öz dəsti xətti ilə seçilən, sayılan və tanınan bir nəğməli qonaqlarımdır. Mən də bunları unutmadım. Göygölə təbii ki, öz komandamla tək gəlmədim. Gözəl nəğməli qonaqlarımla bir yerdə gəldim. Həm Bakıdan gəliblər, həm də Gəncədə və Göygöldə yaşayan gözəl nəğmə dolu bir insanlardır. Və inanıram ki, baharın da ürəyincə olacaq. Çünki biz neçə vaxt deyirik ki, görüşəyin, amma görüş macəramız qismət har oldu Göygölə. Hər şey yaxşıdırmı Bahar xanım? Hər kəsi xoş gördük, hər kəsi salamlayıram bir daha. Təbii ki, Göygöldə isə bütün əhval-ruhiyyə gözəl olmalıdır. Günəş olduğum üçün bacardıqca sizi isitməyə çalışıram. Ancaq bu küləyin qarşısında təbii ki, mən də tab gətirə bilmirəm. Ancaq hər kəs, təbii ki, gələn qonaqlarımız, digər bölgələrdən gələn qonaqlarımız xoş gəlib, səfa gətirib. Ümid edirəm ki, bu gözəl Göygölün havası onlara gözəl bir şəkildə təəssürat bağışlayar. Son zamanlarda zaten bilirsən də bizim toy sezonumuz başlayıb və hər kəsə bol ruzi arzu edirəm. Bizim işimiz də Azərbaycanımın, xalqımın xoş günlərindən ruzimiz onlardan gəlir. Ancaq Azərbaycan vətəndaşlarına nə arzu edə bilərik? Tək Azərbaycanımızda deyil, bütün dünyada yaşayan əziz həmvətənlərimizə ki, hər zaman ocağınızda xoş günlər olsun. Elə məhz biz də həm gələk əylənək o xoş günlərdə, həm qazancımız sizlərin xoş günündəndir. Ancaq bol ruzi, gözəl günlər arzu edə bilərik. Bilinir ki, əsr toy məclisin aparıcısı da, yəni xına yaxdı gözəl aparıcımız, gözəl dostumuz Bahar Günəş. Çox sağ olun. Bir bəylərdən rica edirəm, Raşlar gəlsin xanımların şərəfinə. Çünki doğrudan da xanımlar hər zaman efirdə də olanlar toy məclisində daha rəngarəng, daha maraqlı olur. Və digər masada bizim doğrudan da, yəni sözün əsl məsələsində xanım xatın, mədəni, təhsilli və özünə məxsus gözəl nəğməsi ilə, havası ilə bizim dostumuz və dəyərlimiz Nişabə Kərimli. Siz də xoş gördük və təbii ki, siz də unutmadı. Amma çox sağ olun ki, siz Bərdədə dünən el məclisindəydiniz, amma bizim üçün qaldınız və gəldiniz birbaşa Göygölə. Ki, Emin hardasa biz oradayıq. Xoş gəlmişsiniz siz də Göygöl şəhərində. Hər vaxtınız xeyir olsun Emin bəy. Mən də sizi salamlayıram. Kollektivinizi və təbii ki, dəyərli qonaqlarımızı salamlayıram. Bəli, dünən biz toy məclisindəydik, amma dəvət etdiniz. Biz də bugün sevə-sevə buradayıq. İnşallah ümid edirəm ki, xalqımıza, tamaşaçılarımıza gözəl bir saat bəxş eləyərik bu veriliş sayəsində.
olsun, şekerden dili olsun. Gelin gelin olunca ev gerek gelin olsun. Her işte el olsun, şekerden dili olsun. Gelin gelin olunca ev gerek gelin olsun. Bülbüller bağa gelir, sese sorağa gelir. Eşi doğulan anası gelin ocağa gelir. Bülbüller bağa gelir, sese sorağa gelir. Eşi doğulan anası gelin ocağa gelir. Bəli dostlar, Göygöl gəzintimiz davam edir. Göygöl Hacıkənd 5 ulduzlu yerdəyik. Çox gözəl bir mənzərədə, çox gözəl bir ab-hava bir yerdəyik. Buranın mənzərəsi, görünüşü, havası çox gözəldir. Gəlməyimə dəyər və nə üçün gəldim? İndi biz birazdan komandamızın bir yerdə, qonaqların bir yerdə şam yeməyi hazırlanır bizim üçün və biz də təbii ki bu məkana gəlmişsə bu məkana minnətdarlığımızı bildirməliyik. Öz adımızdan, kvalitetimiz adından ki, nə gözəl bizi qarşıladılar. Bu məkanın özəlliyi, gözəlliyi başqadır. Çünki bu məkanın adı Gold Garden'dir, ailəvi istirahət mərkəzidir. Burada hətta 100 nəfər üçün gözəl bir zal da var ki, burada nişan ad günləri, özəl günlərinizi bu məkanda yüksək səviyyədə gözəl bir şəkildə keçirə bilərsiniz və burada əsl ailəvi olan bir məkandır ki, ailənizlə gəlirsiniz, unutulmaz bir istirahət edirsiniz. Çünki buranın mənzərəsinə baxın uşaqlar. Mənzərəsi bir bambaşqadır. Havası bambaşqadır. Burada gözəl qulluq var, qarşılama var, xidmət var. Hər şey mükəmməl, yüksək səviyyədə. 5 plusu qiymətə çox münasibdir. Çünki bu məkanın özəlliyi ondadır ki, personalın gülərüz qarşılanması, gözəl mətbəxin ən ləziz təamları, yəni Gəncə və Göygölün öz gözəl ləziz təamları, kababları, nə istəsə bu məkanda var. Özəlliklər bambaşqadır. Bir sözlə, əziz dostlarımız, Bakıdan gələnlər, Gəncədən gələnlər, məkan axtarırsınızsa düşünmədən gəlirsiniz birbaşa harda? Göygöl 5 ulduzlu Gold Garden ailəvi bir istirahət mərkəzinə gəlirsiniz, burada unutulmaz bir istirahət edirsiniz. Gəlməyə və görməyə dəyər. Bəli, dəyərli dostlar, bildiyiniz kimi biz hal-hazırda Gold Garden ailəvi istirahət mərkəzindəyik və dediyim kimi mənzərəsi gözəl olduğu kimi də qulluğu da gözəldir, qarşılama da gözəldir və Orxan bəy təbii burada bir icrası direktor kimi xalqın xidmətindədir və buraya gələn olan hər kəs razı qalır. Çünki elə gözəl burada ləzzət təamların dadından dadma olur ki, dadından doyma olmur və kabablar xüsusi bizim üçün hazırlanır. Minnətdaram bu məkanın rəhbərliyinə, onun gözəl peşəkar komandasına ki, yəni bu gözəl süfrəni bizim üçün hazırladılar. Vallahi, dəyərli dostlar, yəni qonaq olmuş demirəm, Göygöldə çox bir məkan var, gözəl məkanlar, hər kəsin uğursunu Allah versin. Amma Gold Garden adı kimi tam fərqli bir məkandır, elə gəlməyə dəyər. Həm dostlarınızla, həm də ailə üzrəninizlə. Bu mənzərəyə baxırsınız, həm gözəl beyniniz, ruhun yüzəlir, həm də ki, gözəl ləzzət təamlardan onda alırsınız və ağzınız sama gəlir. Necə deyirlər, hər kəsə nuş olsun. Sağ olun. Seyr etizə bu mənzərədən doymursan. Çünki bu başqa bir gözəllikdir. Göygölün ilk tarixinə bir nəzər salım. Almanlar tərəfindən 1819-cu ildə aprel 22-sində məhz elə köhnə Helendorf adı ilə bu şəhər salınıb. Gəlməyə, elə görməyə dəyər. Deyərdim ki, Göygöl şəhəri elə möcüzələr diyarıdır. Tarixi də zəngindir, təbiəti də zəngindir. Gəncə şəhərindəyik, növbəti ailəyə qonaq olmaq istəyirəm. Maraqlı görürsən, bizim sponsorumuz olan Qızıl Qusar təbii meyvəçilərimiz burada necə? Dadından dadıblarmı? Bəli, Salmanov ailəsində evində qonağıq, gözəl bir ailədə. Mən sizi tanıyaq ilk olaraq. Sağ olun, mənim xoşçalırsınız.
Gəncə Siz sakinsiniz. gələsiniz. Biz bu MTV kanalının sizi kim aparırsınız görəndə televiziyada və şəhər arası çox sevdirik. Minnətdarıq vaxtınız üçün. Maraq, bəli. Bu gözəl sularınız, soklarınız, mən qohumların Şanlısaray birindeydik. Şanlısaray restoranların birindeydik. Çox gözəl natural soklardı. Bunlar Qusarda hazırlanır. Ondan sonra biz yalnız bu soklardan içirik. Təbii ki, təbii meyvə şirələrdir. Qızıl Qusar təbii meyvə şirələri və qatqısızdır. Və bir çox çeşidləri var. Pomidor, alma, qarağat və itbunlu. Yəni eyni zamanda duş kimi də artıq istifadə verilir və fəaliyyəti var. Yəni ümumiyyətcə tam belə deyək də tərkibində heç bir maddi maye qatılmır və dadından doyma olmur. İnsanın orqanizmi qazsızdır. Tam təbii meyvə şirələrdir. Elə hər kəsə məsləhət görərdik, bütün ailəyə, bütün Gəncə sakinlərinə ki, məsələ elə evinizdə, süfrənizdə yalnız təbii belə meyvə şirələri olan Qızıl Qusar suları olsun ki, yəni həm ağzınız dada gəlsin, həm də süfrənizin bəzəyi olsun. Hep ki Gəncə şəhərində biz deyərdik, bütün marketlərdə olsun. Artıq var Gəncə şəhərində bir çox. Bu soklardan istəyərdik bütün marketlərdə olsun. Və artıq bu gündən inanıram ki, Gəncə şəhərində bir çox marketlərində, bəli. Dadından dadasız. Güzel. Bizim proqramımızın sponsorudur. Sən də hiss edirsən ki, dadından çox hiss edir. Dadı damaqda qalır da, belə deyək. Gözəl. Gözəl. Hər kəsə məsləhət görədim və süfrənizin bəzəyi bizim sponsorumuz olan Qızıl Qusar təbii meyvə şirələri. Azərbaycanın bir çox bölgələrində və marketlərində artıq satışı var. Qiymətlər çox münasib, dadından doyma olmur. Qatqısız təbii meyvə şirələri. Sənan Nur da gözəl sənətkarların bir ustad müəllimlərdən təhsil almısan. Əlbəttə ki. Dəstək olub sənə. İlk müəllimim, muğam üzrə müəllimim, xanəndəlik üzrə Fəxrəddin müəllim, əməkdar müəllim. Allah ona qən rəhmət eləsin. Yaşayan sənətkarlarımıza da can sağlığı arzu edirəm və bir də ədibə müəllimə məni bu gözəldə şənliklər üçün gözəl mahnılar, digər təsniflər ədibə müəllimə, o da əməkdar pedaqoqdur, əməkdar müəllimdir, salamlarımı yetirirəm. Amma Sənan yeni mahnılarla təbrik gəlmişsən, düzdür? Təşəkkür edirəm, çox sağ olun. İçimdə bir həsrət var, qəlbi dəlib keçəcək. Ayrılık ölüm değil ki, bir gün gelip geçecek. Darıksam özüm özüme, mektup yazacağım adına. Gördüm onu da bilmirsən məni, özüm çıxacağım yadından. Darıksam özüm özüme, mektup yazacağım adına. Gördüm onu da bilmirsən məni, özüm çıxacağım yadından. Hisləri küsüb səndən gəlib danışdır, sənin də ruhunda külək əsdimi? Həsrətin gözyaşı yağan yağışdır, darıxmaq sevginin payız kəsir. Hisləri küsüb səndən gəlib danışdır, sənin də ruhunda külək əsdimi? Həsrətin gözyaşı yağan yağışdır, darıxmaq sevginin payız fəslidir.
darıxsam özümə məktub yazacam adına. Gördüm onu da bilmirsən məni, özün çıxacam yadımdan. Darıxsam özümə məktub yazacam adına. Gördüm onu da bilmirsən məni, özüm çıxacam yadımdan. Hissləri küsüb səndən gəlib danışdır, sənin də ruhunda külək əsdimi? Həsrətin gözyaşı yağan yağışdır, darıxmaq sevginin payız kəsir. Hissləri küsüb səndən gəlib danışdır, sənin də ruhunda külək əsdimi? Həsrətin gözyaşı yağan yağışdır, darıxmaq sevginin payız kəsir. Bəli dostlar, biz hal-hazırda Çay kənddəyik və gözəl məkanın birində, Laçın Ailəvi İslam Mərkəzindəyik. Biz yine bura gəldik, gəlişimizin səbəbi var. Biz elə dünəndən bizim Nə var, nə yox komandamız Bakı şəhərindən gəldi və eyni zamanda Nəğmələr Qohamlı bir yerdə gəldik Göygöl şəhərinə. Və dedik axı biz elə bir gün maraqlı bir proqram təqdim edəcəyik. Yəni Göygölə gəlmişik, Göygölün bütün kəndlərini, bütün yerlərini çəkiliş edərək həm də gəzəcəyik. Həm gəzmək, həm çəkiliş. Bundan hamısı bir arada, nə var, nə yox deyib bu həftə bizim Göygöl macəramızda. Amma indi hal-hazırda olduğumuz məkan çox sayılıb seçilən, dillər əzbəri olan gözəl bir məkanlardan biridir. Laçın Ailəvi İslam Mərkəzi. Və burada otel də var, 2 mərtəbəli binaları, hətta tək-tək kotejlər də var ki, burada fəaliyyət göstərir. Çox yüksək səviyyədə. Qış mövsümündə bu Laçın Ailəvi İslam Mərkəzi fəaliyyət göstərir. Yəni qış mövsümündə hansı bir insanlar öz ailəsindən, şəhərdən ayrılmaq istəyirsə, beyni daha da sakit bir mənzərə, bir məkana axtarsa, elə düşünmədən gəlirsə hala Laçın Ailəvi İslam Mərkəzində. Çünki bu məkan daha çox yay mövsümündə yüksək səviyyədə fəaliyyət göstərir. Öz peşəkar komandası ilə və həm gəlib burada gözəl ləzzət dadından dadırsınız, eyni zamanda gözəl bir unudulmaz istirahət edirsiniz. Burada rahat gəzərə bilirsiniz. Qiymətə çox münasibdir. Laçın Ailəvi İslam Mərkəzini hər kəs tanıyır və bu evi vasitəsilə də tanımayanlar tanıyacaq. Gəlməyə və görməyə bu məkana dəyər. Mən çay süfrəsi gördüm, şirniyyatlar gördüm, bizim üçün hazırlanıb. Hətta isti kürədən çıxarılıb bizə göyçə lavaşı və gözəl əsl kənd pendiri, nə gözəl bəhbəhdiv. Həm çaydan içək, samavar çay, xamasa var. Bax, samavara bax, samavarımız da qaynayır hazırdır. Sünəniz bol olsun və burada maşallah naz neymət var. Özə deyim ki, bizim təndirdən çıxan isti göyçə yuxas lavaşı, sonra hədə təndir çörəyi də gəlir. Burada şirniyyatlar, tort. Bunlar hamısı göyçəyə məxsus da belə deyək. Bəli. Göyçə süfrəsi. Məsələn, mən belə artıq baxıram ki, bu göyçə çəndində bu günə kimi göyçələrin öz adətlərini, öz mətbəxlərini qoyulu saxlayırsınız, düzmü? Yaşadırsınız. Gənc insanlara ötürürsünüz. Bu iyisi təbii yaşatmaq hər bir göyçələrin belə deyək də işidir. Arzusudur, bəli. Bu kənddə baxıram ki, çox qonaqpərvərlik hiss olunur, istiqanlıq. Və sizin özünüzün vaxt söylədiniz, yəni 2 övladınız var, düzdürmü? Bəli. Hansı bir işlə məşğullar, yoxsa onlar da hələ ki... Qızım ailə qurubdur. Allah xoş eləsin. Bakı şəhərində yaşayır. Yaxında bir nəvəm var. 6 aylıqdır elədir. Allah sağ olsun. Oğlum da ki, hələ subaydır. İnşallah toyuna gələk. İnşallah, subaydır. Ali təhsillidir. Magistrat qutarıbdır. İndi hazır xaricdədir, davam eləyir. İnşallah. Yəni, bax, sizcə bu sizin olan özünüzə məxsus olan göyçələrin o adət-ənənələri, tarixi
gənc nəsilləri ötür olsun, düzdürmü? Bəli, bəli. Bu günə kimi yaşadırsınız siz onu. Əlbəttə ki, elə bir ki, Göçədə bizim adət-ənənələrimiz var idi Göçə mahalında. O adət-ənənələr də burada gəlmişik, 88-ci ildən buraya. O adət-ənənələr yaşadarsınız. Burada yaşadırıq. Əlbəttə ki, o yaşatmaqla o gənc nəsillər də görsünlər ki, biz orada nə cür yaşamışıq da bu adət-ənənələri davam edirik. Mən arzu edirəm ki, o gənc nəsillər də bu adət-ənənələri davam eləsinlər. İndi deyin görüm Göygöl rayonu sizin üçün doğmadırmı? Göçədə yaşayanlar üçün. Yəni Göçə kəndi təbii ki, adına bəldir Göçələrin, amma yenə də Göygölün ərazisində siz məskunlaşmısınız. Hə, doğmadı. Yəni əvvəldən də elə bura gediş-gəlişimiz olubdu bu rayonla. Elə indi də gəlib məskunlaşmışıq. Elə bizim üçün əvvəl də doğmadır. Ümumiyyətlə, Elmi müəllim, belə götürəndə Azərbaycan çox gözəldir. Bəli. Azərbaycan hər bir bölgəsi, mənim üçün doğmadır, əzizdir. Belə. Əlbəttə. Hər bir buradan da bütün o respublikamızda ən gözəl bu rayonlarımız var. Hamısı gözəldir. Hamısına buradan salamımız deyirəm. Mənim üçün o rayonlar hamısı təbii ki, doğmadır, gözəldir. Doğmadır, gözəldir. Bəli, mənim üçün doğmadır. Süfrəniz bol olsun. Gözəl bir çay içəcəyik, samavar çayı bu şirniyyatlardan yeyəcəyik və təbii ki, biz isə minnətdarıq. Bu gözəl qarşılanmaya görə. Qonaqpərvəriniz üçün. Və bu da bizim artıq kürədə bişmiş isti çörəyimiz. İsti çörək. Ay maşallah. Adamın əli yanır. Bilənlər bilir ki, bu çörək təbii ki, Qərbi Azərbaycanlara məxsusdur. Amma baxmayaraq ki, biz Göygöl rayonunun Göçəndəyik. Məsələ, Göçənlərin bir evində qonaq olduq, Asim müəllimin. Və bu gün də bu Qərbi Azərbaycanlara məxsus olan çörəyin dadından dadmalıyıq. Düzdürmü? Hə, buyurun. Gözəl bir çörək. Pendirlə xamadı istifadə edə bilərsiniz. Süfrəniz bol olsun. Sağ olun. Sağ olun. Buyurun. Dəmimiz də hazır, çay da qaynadı. İndi süfrəmizə çay gəlir. Süfrəniz bol olsun Asim müəllim. Çox sağ olun. Çox sağ olun. Doğru, yəni siz də sağ olun ki, bizi gözəl qarşıladınız, komandamız bir yerdə və həmişə belə bolluca olsun, biz gələk, yeyək, içək. Amma onu vurğulayaq ki, dəmir yumruq hər zaman öz sözünü deyir. Cənab prezidentimiz var olsun, Ali Baş Komandamız və güclü və şəhadətli ordumuz ki, biz hər zaman irəliyə doğru gedirik və bütün torpaqlarımız artıq azad olundu və bərpa olundu. Ərazi bütövlüyümüz birləşdi, bütövləşdi və böyüdü Azərbaycan və öz torpaqlarımız haqq yolundan özümüzə qayıtdı. Eyni zamanda ən böyük bir qələbəmiz oldu ki, bütün tökülən qanlar yerdə qalmadı. Şəhidlərimiz ruhu şaddır, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və gün o gün olacaq ki, biz bu masanı, bu süfrəni məhz elə Göyçə mahalında, o gözəl yerdə onu qeyd edərək bayram ab-havalı bir süfrə açıb çəkiliş edəcəyik. İnşallah Qərbi Azərbaycanda bu süfrə orada açılsın, orada görüşək. Allah qorusun ölkəmizi. Bizim kəndimizə xoş gəlmişsiniz, səfa gətirmişsiniz, komandanızla bir yerdə. Hamınıza təşəkkürümü bildirirəm. Elə gəldiniz, bizim də kəndimiz çox böyük, belə qonaqpərvərdir. Hər bir insan üçün həmişə belə süfrəsini açıq eləyibdir. Kəndin əsl bəhli Qərbi Azərbaycanlar var olsun. Var olsun Azərbaycan. Sağ olun, Azərbaycanımız var olsun. Bütün Azərbaycanımız var olsun. Sağ olun.
Şəhərlərin gözəli, ana yurdum vətənim, tarixin bəlli sənin, göy gönül mənim. İnsanlar mehriban, qonaq sevər zaman, unudulmaz heç zaman, göy gönül mənim. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Respublikada ilk özəl tibbi diaqnostika mərkəzi Muğan Klinika. Muğan Klinika rayonlar arası tibbi xidmətlərin beynəlxalq standartlara yetişdirilmək üçün xidmətə başlanmışdır. İllərdir sizin güvən və inamınızı qazanaraq güclənir və yenilənir. Tələblərinizi qarşılayaraq inkişaf edir və bu inkişafın kökündə tibbi komandanın zəhməti durur. Artıq ixtiyarınızda daha geniş, müasir və modern klinika var. Muğan Klinika brendi Muğan zonasında səhiyyə xidmətlərinə görə ən böyük bazaya malik tibbi mərkəzdir. İndi sizlərə icbari tibbi sığorta ilə müasir avadanlıq və beynəlxalq təcrübə keçmiş yerli və qonşu ölkələrdən dəvət olunmuş həkimlərlə xidmət göstərməkdən qürur duyuruq. Merhaba, hoş geldiniz. Geçmiş olsun. Nedir şikayetiniz? Muğan Klinika hər zaman xidmətinizdəyik.